Gəncədə Azərbaycan gənclərinin ikinci liderlik forumu keçirilib. Forumun təşkilatçıları Gənclər və İdman Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyəti, Azərbaycan Gənclər Fondu və İrəli İctimai Birliyidir. Azərbaycan 2020 Gənc Baxış mövzusunda Azərbaycan gənclərinin ikinci liderlik forumuna Bakı və Gəncədən 100-dən artıq iştirakçı qatılıb. Forumun Gəncədə keçirilməsi bu şəhərin 2012-ci ildə Gənclər Paytaxtı elan olunması ilə bağlıdır. Gənclərin ikinci liderlik forumunun keçirilməsində məqsəd müxtəlif sferalarda lider mövqedə olan gəncləri bir araya gətirərək ölkənin qarşısında duran müxtəlif xarakterli mühüm problemlərlə bağlı fikir mübadiləsi aparmaqdır. Forumun formatı interaktiv mühazirə və müzakirələr formasındadır. Foruma müxtəlif ekspertləri cəlb etmiş, əsasən strateji araşdırmalar mərkəzindən olan ekspertlər, hansı ki gənclərlə bu konsepsiya ətrafında müzakirələr aparacaqlar, onların biliklərini artırmağa çalışacaqlar və eyni zamanda biz Azərbaycan gənclərinin bu konsepsiya ətrafında, bu mövzu ətrafında müzakirələrini, debatlarını təşkil edəcək ki, onlar da öz fikirlərini bölüşsünlər və çox önəmli bir məqamdır ki, Azərbaycan gəncləri, Azərbaycan bütün bölgəsindən olan gənclər bir araya toplaşaraq Azərbaycan üçün çox önəmli olacaq bir konsepsiyanı burada müzakirə edirlər. Azərbaycanın inkişaf modeli, Azərbaycan 2020 ümumi baxış, gələcək perspektivlər, Azərbaycan 2020 enerji səmərəliliyi, alternativ enerji mənbələrindən istifadə, Azərbaycan 2020 Azərbaycanın beynəlxalq iqtisadi münasibətlərdən mövqeyi, maliyyə siyasəti, bank sektoru və bu kimi əhəmiyyət kəsb edən mövzuları ölkənin ən tanınmış ekspertləri ilə müzakirə edəcəklər. Çünki buradakı həm müzakirələr, həm də gənclərimizin özünün bu proqramlarla bağlı baxışları nədən ibarətdir? Təbii ki, bunların hər biri tədbirin partneri olan Prezident yanında Strateji Araşdırma Mərkəzi tərəfindən də təhlil edilib və təkliflər sistemləşdirilib, müvafiq strukturlar qarşısında da qaldırılacaqdır. Və əlbəttə ki, hər zaman olduğu kimi bu tədbirlərin əsas məqsədlərindən biri Azərbaycanda insan kapitalına davamlı yatırımın, Azərbaycanda güclü bir insan, yeni düşüncəli bir insan yaratmaq siyasətidir. Azərbaycan Gənclər Fondunun nümayəndələri forum iştirakçıları tərəfindən irəli sürülən təklifləri nəzərdən keçirib və bəzi layihələr də diqqət mərkəzində saxlanılıb. Bizim müasir gəncliyimiz üçün çox dəyərli bir forumdur. Əsasən onu qeyd etmək istədim ki, burada dəyərli insanların iştirak etməsi, ekspertlərin iştirak etməsi bizim hansısa sahədə irəliyə getməyimizdə köməkli göstərmələri daha çox qabarıq üzə verir. Yəni biz hesab edirik ki, bu günlər Azərbaycanın idarəçiliyində, Azərbaycanda həyata keçirilən islahatlarda gənclər aparıcı qüvvədir və aparıcı qüvvə olaraq da qalır və bu istiqamətdə biz işlərimizi davam etdiririk. Ona görə də bu tədbirlərdə gənclərdən səslənən fikirlər, gənclərdən toplanan ideyalar sabahları hansısa da bir dövlət əhəmiyyətli qərarların qəbul olunmasında önəmli rol oynaya bilər. Ayın 26-sına dək davam edəcək forum öz işini müxtəlif panellərdə davam etdirəcək. Qeyd edək ki, forum ildə 2 dəfədən az olmayaraq keçirilir. Nəzakət Məşidəli qızı, Səbuhi Elxanoğlu, Kəpəz TV.